yəni həsəddən çəkinə bilər. Həmçinin səbəblərdən biri, necə ki, alimlər qeyd ediblər, demək, həsəd etdiyi adam üçün dua etməsi. Dua etməsi, yəni onu əksinə, necə ki, Allahın bu ayəsini əməl etmək. İdfə billəti hiyə əhsən. Yəni, sən pisliyə yaxşılıqla cavab ver. Necə ki, Fussilat surəsində Uca Allah buyurur. فَإِذَا بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ. Yəni, sən pisliyə qarşı yaxşılıqla cavab ver. Belə etsən, o zaman səninlə arasında düşmənçilik olan insanı sanki ən yaxın bir adam görərsən. Və ona görə də ola bilər ki, məsələn, həsəd etdiyin insan sənə pislik edib nə vaxtsa və sən ona artıq həsədə gətirib çıxardıb və sən ona yaxşılıq etməklə, yəni onu məclislərdə və yaxud müəyyən yerlərdə xeyirlə yad etməklə sən bunun qarşısını ala bilərsən. Və həmçinin alimlər qeyd edir ki, həsəd sənə nəyi əmr edirsə, hansı günahı əmr edirsə, onun əksinə et. Yəni, belə etsən əgər, sən həsəddən qurtula bilərsən. Yəni, həsəd sənə, məsələn, sövq edir ki, sən qardaşının arxasınca danışasan. Əksinə, onun xeyrinə danış. Deməli, sən xeyrinə danış. Həsəd sənə vadar edir ki, nəfs sənə deyir ki, get, onun, məsələn, döy və yaxud malına ziyan vur və yaxud sən onun əksinə et. Yəni, belə etməklə sən, deməli, o həsəddən qurtarmış olursan.